Demek keçən dərsimiz bizim nə idi? Ben sen testi düşünememişim. Bizim keçən dərsimiz leksikaydı, düzdür mü? Ha. Testləri vermişsiniz mi? Bəli, müəllimə. Tamam. Cevaplarını grupa gönderdim. İndi onları PDF formasına sal. Grupa yönlendireceğim. Ben gözlüğüm. Ben yeni testi yüklememişim. Tamam, ben yüklüyüm. Hı hı. Açıldı. Ekran paylaşmayayım. Getdik. Gel birinci baxaq səhvlərimizə, düzlərimizə, testimizə baxaq birinci. Niyə bunu götürdük? Müəllim 6-ya baxa bilərik. Müəllimə 6-dan öncə Bismillahdan 1-lə 2-ni səhv yazmışam. Onlara baxa bilərik zəhmət olmasa. Məndə də bir iki səhvdir. Neçəyə baxaq uşaqlar? Birinci 1-2. 1 və 2. 1-2. 1 və 2. Tamam. 1 və 2-yə baxaq. Deyir ki, amonim, sinonim, antonimdə baxırıq da, düzdür? Aha. Hansı sözün qarşılığı düzgün verilmişdir? Laqeyd diqqətli deyil, əksinə laqeyd diqqətsizdir, bilirik. Məsələn, laqeyd davranış. A səhvdir. Elm elmli, elm elmli, qarşılığı düzgün verilmişdir, yox. Bimürvət, insafsız. Hı -hı. Kəmsavad təbii ki istedadlı deyil. Kəmşirin də ki şipşirin yox, az şirindir. Burada cavab nədir? Y variantı olar da. Bimürvət nədir? Yəni deyirik, çox bimürvət adamsan sən. Yəni nə sən? İnsafsız deməkdir. C variantı yaz. Uşaqlar, elmlə elmli bir-birinə yaxın sözlərdir. Amma qarşılıq deyirlər axı. Məsələn, elmi sinonimi bilsiz nə ola bilər? Maarif ola bilər. Elmli sözü olmaz axı. Elm marif ola bilər. Amma bimürvət, bax, uşaqlar, istəyirsinizsə indi yükləyə bilərsiniz. Play Marketdən Azlex və izahlı dilçilik lüğəti. Bax, bu iki proqramdan hər hansısa birini telefonunuza yükləyə bilərsiniz. Yəni, bir dənə baxın, görün. Bimürvət nədir? Müəllimə, burada sinonim sözləri istəyib, onda variant var da, belə başa düşdüm. Sinonim yox, yaxın mənalı. Elmlə elmli yaxın mənalı deyil axı. Elm nədir? Yəni belə deyim də, bir əşyadır. Elmli isə sifətdir. Düzdür, həm nitq hissəsi baxımından fərqliliyi var, bəli. Həm də ki, yenə də deyirəm, bax, elmli elmə aid olandır. Elm isə o sahənin özüdür də, yəni maarifdir. Bunlara axı qarşılıq kimi elmlə elmli qarşılıq olaraq düzgün götürmək olmaz. Ümumiyyətcə, qarşılıq kimi verilən sözlərin var ha, kökü də fərqli olmalıdır, onu da deyim. Burada hər ikisinin kökü elmdir. Ona da diqqət edə bilərsiniz. Aydındır müəllimə. Mən ümumiyyətlə sualı düzgün başa düşməmişəm, ona görə səhv. Tamam. Sonra 2. 2, baxaq. Sözlərdən yalnız biri amonim kimi işlənə bilər. Burada cavab incidir. Biri var inci, mirvari mənasındadır. Biri var inci, incimət, feil kimi. O deyilir C variantı. Və gəlin, vurğusu dəyişməklə mənası dəyişdiyi üçün amonim deyil. B belə getdi. Əsir, biri var bir əsir 100 il mənasında. Bir də var əsir. Əsir sözündə amonimliyi yox. Daxil əsrin bircə mənası var da. Sonra atlas, atlas xəritədir. S xəritədir. Z isə parçadır. Y-ni də götürə bilməzsən. Bir dənə yerdə qalır burada nə? C variantı inci. Biri var inci, mirvari mənasında. Bir də var inci, incimək feili mənasında. Sonra var başqa. Bizə 12-yə baxırıq zəhmət olmasa da. Baxaq 12. 6-ya Sinonimi baxaq, olan, müəllim, bax zəhmət olmaz. 12-də bax sinonimi olan. Yəqin ki buna B variantı yazmısınız. Bəli, Dağ, bəli, mən də təpə, yazmışam, bəli. bax, dağla təpə sinonim deyil. Niyə? Təpə 200 metrdir, dağ 200 metrdən çoxdur da, düzdürmü? Yəni dağla təpə axı yaxın mənalı deyil, fərqli-fərqli anlayışlardır da, düzdürmü? O mənada. Burada Məsələn, A variantında çətin və tərəqqi bax, necə? bilirsən nə deməkdir Nurullo? Sinonimi olan, yəni ayrılıqda sinonimi olan.
Sətrin ayrılıqda sinonimi nədir? Mürəkkəb. Tərəqqinin ayrılıqda sinonimi nədir? İnkişaf. Varlının ayrılıqda sinonimi nədir? Dövlətli. Mən onları hamısını oxşat götürmüşəm, oxşarına görə. Bax, çətin, mürəkkəb, Başa düşdüm. tərəqqi, inkişaf, varlı isə dövlət. Aha. Sonra 6-ya baxa bilərik müəllim. 6, baxaq. Hansı dərəcədəki sinonimlər həmişə bir-birini əvəz edə bilər? Burada cavab nədir? Eynəklə çeşmək. Bax, eynəyim hardadır? Çeşməyim hardadır? Əvəz edə bilər. Bax, dava ilə müharibə yox. Niyə? Çünki dava insanlar arasında olur, müharibə ölkələr arasında. Məsələn, deyə bilərsən ki, Azərbaycanla Ermənistan dava elədi. Müharibə elədi deyə bilərsən də, həmişə əvəzlənmir. Ürəyim ağrıyır, könlüm ağrıyır deyənməzsən axı, əvəz eləyə bilmədi. O gözəl danışır, görsək danışır deyə bilmirsən axı. Həkim xəstənin nəbzini yoxladı, sınadı deyə bilmirsən axı. Amma deyə bax, mənim eynəyim hardadır, mənim çeşməyim hardadır deyə bilirsən. Yəni eynəklə çeşmək nə edir? Həmişə bir-birini əvəzləyə bilir. Ona görə cavab verir D variantı. Aydındır müəllim. Sonra Müəllimə 16. zəhmət olmasa ona baxa bilərsiz. 10. Sözlərdən üçünün də amonim olduğu cərgəni müəyyən edin. Edək. Burada cavab nədir? Üçü də amonim deyilsə, yiyorlar. Üz biri var insanın üzü, biri var üzmək feili. Yol biri var getdiyin yol, biri var yolmaq feili. Tək biri var sifət kimi, tək insan. Biri var zərf kimi, tək yaşayır. Biri var tək, bənzətmə mənası bildirən qoşma kimi. Sözə necə yazılır? Bitişik. Ona görə cavab verir Y variantı. Bax, A-da baş yalnız çox mənalıdır. Su tək mənalıdır. Su amonim necə olsun ki? Baş da çox mənalıdır. Başın amonimliyi yoxdur. B-də tükün bircə mənası var. Bildiyimiz tük. Başqa tük necə olsun ki? Müəllimə tükənmək sözünün kökü nədir? Üzrlü sahəsində Hə, sözün. orada sözün kökü tükəndir, Cüneyt. Tük deyil, Aha, axı tükdən tükən aydın. olmaz. Bax, C-də çal, yağ, hə, dağlanın bircə mənası var da, dağlamaq, feil kimi. C getdi. D-də yol biri var isim kimi, biri var yol feil kimi. Amma aşkla göz yalnız çox mənalıdır. Gözün amonimliyi yoxdur. D belə gedər. Cavab eləyər Y. Bax, üzlə yolu bilirsiniz. Orada sizi tək qarışdıra bilər. Bəli, o Tək qarışdırıb. sözü. Bax, tək izah eləyim. Amma kesin dərs. Dərsi izah eləyəndə dedim lazım deyil. Zaten yenə də lazım deyil. Və tək sözün amonimliyində ayrılıqda biz onsuz da keçəcəyik. Necə? Və tək olur bir sifət kimi. Məsələn, tək insan, necə insan, sifət. Tək olur zərf kimi. Məsələn, o tək yaşayır, necə yaşayır, zərf. Sonra tək sözə bitişik yazılanda olur qoşma, bənzətmə mənası bildirən qoşma kimi. Məsələn, deyirsən ki, quş tək cəhcəh vuruldu. Yəni, quş kimi cəhcəh vuruldu. Oldu nə? Bənzətmə mənası bildirən qoşma kimi. Sonra, yəni təkin amonimliyi nitq hissələri arasında olur. Əsas və köməkçi nitq hissələri arasında olur. Bax, təkin amonimliyi. Müəllim, bu zaman orada qrammatik amonim ya leksik amonim fərq eləmir ki? Yo. Əgər amonim deyilsə, ümumi amonimi nəzərdə tutur. Xeyr, leksik və ya qrammatikin oraya heç bir aidiyyatı yoxdur. Aydın. Sonra Müəllim 8-ə baxa bilərik. 8. Baxaq şəffaf. Amonimlərdən ibarət cərgən. Burada cavab nədir? A-dır. Bax, sol, solmaq feili, sol tərəf. Yol, yolmaq feili, getdiyimiz yol. Bağ, ayaqqabı bağı, meyvə yağı, bağı, yağı neymiş? Dağ, biri var, baba dağ, ala dağ, qaradağ mənasında. O dağ, yəni dağ da, məsələn, hündür bir yer dağ mənasında. Bir də var dağ, işlənir iz mənasında. Məsələn, nəyinsə dağı, yəni izi mənasında. Bəs niyə D variant olmasın ki? Niyə D olmasın? Cavab. Məsələn, dondurma Süzmə, biri var süzməkdən süzmə, feildən isim, düzdürmü? Bir də var süzmə, vurğusu dəyişməklə, mənası dəyişən söz kimi. Çayı süzmə, feil kimi amonim olur. Üzr istəyirəm. Vurğusu dəyişməklə, mənası dəyişir deyənə, süzməni götürmək olmaz. Dondurma da,
Biri var isim kimi, biri var bunu dondurma, feil kimi. Alın biri var isim kimi, insan alını. Alın homonimdir. Onu deyirəm sizə. Alın amonimdir. Amma necə amonimdir? Biri var alın alınmaq feili. Məsələn, evə nəsə alındı. Biri var insanı alınır. Bir də burada səpin sözü də amonim deyil. Niyə? Səpin çünki vurğusu dəyişməklə mənası dəyişən sözdür deyənə səpin də götürmək olmaz. Bunu da çıxırsın. Mənim alın sözü də elə vurğusu dəyişməklə dəyişən sözdür də deyəsən, yoxsa yox? Məsələn, alın, Bəli. Bax, alın. alın sözü düz deyirsən Minarə. Alın sözü iki mənada işlənir. Alın sözü həm vurğusu dəyişməklə mənası dəyişən söz kimi işlənir. Düzdür, bəli. Bir də alın feil kimi, almaqdan alınmaq feil kimi. Yəni bax alın işlənmə yerinə görə vurğusu dəyişməklə mənası dəyişən söz kimi də işlənə bilər. Amma alın sözün belə də feil kimi. Yəni alını feil kimi ümumi götürürük. Amma götürmək olar. Amma sənin cümlə içərisində versə ki, insanın alını ilə bu kitabı alın, vurğusu dəyişməklə mənası dəyişən söz kimi yox. Amma insanın alını ilə nəyisə alınmağı feili mənasında olar. Məsələn, deyirsən ki, evə nəsə çanta alındı. O mənada işlənmək olar. Sonra 12, 13. 12. Bax, sizə bir şey deyim də uşaqlar. Elə sözlər var ki, işlənmə yerinə görə amonim ola da bilər, olmaya da bilər. Bax, çiçək sözü var ha. Çiçək sözü kontekstdən. Kontekst nədir? İşlənmə yerinə görə ola da bilər, olmaya da bilər. Məsələn, sənə qayıdıb desə ki, çiçək sözü su çiçəyi ilə bildiyimiz çiçək mənasında amonimdir. Hə, su çiçəyi ilə, yəni çiçək xəstəliyi mənasında o çiçəklə bağçada bitən çiçək mənasında o çiçəklər amonimdir. Bəli. Amma çiçək sözü qadın adı ilə bağçada bitən çiçək mənasında o mənada isə homonim ola bilməz. O mənada amonim deyil. Yəni diqqət eləməlisən, nə mənada amonimdir, ona diqqət et. Sonra 13-yə baxaq. Sinonimi olan sözlərin cərgəsini müəyyən edin. Sinonimi olan. Bax, bu siz nə demək istəyir uşaqlar? Bir-biri arasında sinonim yox. Ayrılıqda sinonim olmalıdır. Ayrılıqda. Bir-birinin yox. Onu istəmirsiniz də. Çətin, ayrılıqda sinonimi nədir? Mürəkkəb. Yəni siz məsəl üçün çoxunuz məncə 12-də B götürmüsünüz. Dağ, təpə, yüksəklik. Düzdürmü? Dağla təpə sinonim deyil. Dağın hündürlüyü 200-dən çoxdur. Təpənin hündürlüyü 200 metrə qədərdir də. Səhv eləmirəmsə, yəni coğrafiya bilən də. Yəni sinonim deyillər. İkinci, burada siz nə istəyir? Ayrılıqda olan sinonim. Ayrılıqda çətin sözünün sinonimi nədir? Mürəkkəbdir. Tərəqqi sözünün sinonimi nədir? İnkişafdır. Varlı sözünün sinonimi nədir? Dövlətlidir. Yəni ayrılıqda sinonim, o deyir A variantı. Çətin, mürəkkəb, tərəqqi, inkişaf, varlı, dövlətli. Başa düşdünüz? Tamam. Sonra 13'e də baxarıq da. 13. Hansı dərəcədəki sözlərin hamısı amonimdir? Yağ biri var yediyimiz yağ, biri var yağmaq feili. Sağ biri var tərəf mənasında, biri var sağmaq feili. Oynaq biri var oynaq sümüyü mənasında, biri var oynaq, oynaq hava mənasında. O deyilir hansı variant? B variantı. Məsələn, A-da başla göz yalnız çox mənalıdır. A-nı çıx. C-də ətək yalnız çox mənalıdır. Çıx. D-dəki gəlir qaçır görüş sözü. Görüş həm isim kimi amonim olur, həm feil kimi. Qaçır amonim deyil. Amonimliyi yoxdur. Y-də gül həm isim, həm feil kimi amonim ola bilər. Bəli. Dil həm amonim, həm çox mənalı ola bilər. Amma göz isə yalnız çox mənalıdır. Ona görə burada cavab edir nə? B variantı. Başa düşdük. Sonra kimsə başa düşməzsə geriyə sual versin. Var başqa sualınız? Müəllimə bir də 15-ə də baxarsınız da zəhmət olmasa. Seçini 15. 11, 15. 15 dedin də.
Amonim sözlər cərgəsini müəyyən edin. Burada cavab nədir? Y-dir. Var ud, biri var isim kimi. Ud biri var isim kimi. Yəni musiqi alətinin adıdır. Biri var ud, udmaq feili kimi. Yad biri var yad insan, yəni doğma olmayan insan mənasında. Biri də var yad, insanın yaddaşı. O deyir nə? Y variantı. Ud isim kimi, udmaq feili kimi, yad yaddaş mənasında, bir də var yad insan, yəni doğma olmayan insan mənasında. O deyir Y variantı. Və Müəllim, hə, ad sözünün omonimi var. az olur bir feil kimi, azmaq feili kimi. Yox, müəllim, ad. Yox, ad elə bir zatdır. Adın heç nəyi yoxdur. Nə Ad üçün? anonim deyil. Müəllim 16 ibdən baxaq da. Baxaq. Bax, bir də dilin amonimliyi var. İnsanın dili, məsələn, fransız dili. Diş yalnız çox mənalıdır. Dişdir, gözdür, başdır. Yalnız çox mənalıdır. Ayaqdır. İki Dil də. də çox mənəli dilə deyil. Necə? Dil çox mənəli deyil. Dil yox. Dil həm Tam amonim, həm çox mənalıdır. Nurullah, amonimliyi də Tamam. var. Çox mənalılığı var. Musiqinin dili, klaviaturanın dili, rənglərin dili çox mənalığı var. Müəllim, Eyni zamanda amonimliyi də var da. başa düşdüm. Diş yalnız çox mənalıdır. İki də. Dan biri var danmaq feili, biri var dan yeri. Din biri var dinmək feili, biri var İslam xristian dini, iki. Bir də 5. Yaş biri var nə mənasında, biri var yaş insanın yaşı. Quru biri var sifət kimi, məsələn quru yer, biri var qurumaq feili kimi. 2, 5 o deyir B variantı. 4də Müəllim, çat amonimdir, düzdür. Çat biri var çatmaq feili, biri var çat, yəni də çat, mesaj çat məsələn. Yox, çat biri var çatmaq feili, biri var divarda çat mənasında. Amma titin heç bir amonimliyi yoxdur yəni. müəllim orada qurumaq feili ilə əlaqələndirdiniz də. Bəli, bəli. Quru sifət və feil kimi. Məsələn, quru meyvə, biri var paltar qurudur mənada. Quru müəllim feil kimi başa düşmədim mən onu. Paltar qurudu məsələn. Nəysə qurumağı, Hə, quru. əmr formu quru, hə. Hə, quru, bəli. Hı-hı. Sonra 40-a bir dənə baxardı da. neçə? 40. 40. Müəllim 22 var. 38. Ondan əvvəl 21-ə baxaq. 21, 23, 21-ə baxaq. Hansı dərəcədə sözlərin içində? Bax, 21-də cavab D-dir. Çürü biri var balığın çürüsü, biri var çürü çürmək feili. Məsələn, deyirik qarı çürümək. Qarı lapatkanı əlinə alıb təmizləyirsən oranı buranı, o çürüməkdir. Təsnif biri var muğamda təsnif. Muğamın şöbələr arasında ifa olunan mahnıdır. Nəsə belə bir şeydir. Bir də var təsnif. Xüsusidən ümumiyə doğru nəyisə qruplaşdırırsan, bax o təsnif. Qala biri var isim kimi, məsələn qız qalası. Biri var qala, qalamaq feili kimi. Cavab verir D variantı. A-da ürək, könül, qəlb sinonim sözlərdir. B-də, yəni A-dakı sözlərin heç bir amonimliyi yoxdur. B-də də amonimlik yoxdur. C-də də. Y-də topla donun var. Müharibədəki top, uşağın oynadığı top. Don paltarın növüdür, formasıdır. Biri var don, donmaq feili. Amma külək ilə bircə küləkdir də. Küləyin bircə mənası var, tək mənalıdır ona görə. 22. Sonra 22. 22. Hansı dərəcədəki sözlərin üçünü də amonim kimi işlətmək mümkündür? Gəlin işlədi, baxaq. Nə deyir? Deyir ki, bel, göz, ətək. Göz yalnız çox mənalıdır, ətək də çox mənalıdır. Bax, istəyirsiniz uşaqlar, bir dənə bunu qeyd eləyin. Gözlə ətək yalnız çox mənalıdır. Sonra ikinciyə baxaq. Çay, şahid, gəlin. Uşaqlar, gəlin amonim kimi olur. Amonim olmur gəlin. Niyə? Çünki gəlin vurğusu dəyişməklə mənası dəyişən sözdür. Gəlin, biri var gəlin. Bunu götürmək olmaz. Sonra getdik burada nəyə? Divan, bar, həyət. Bar amonimdir. Bar biri var meyvənin barı mənasında. Biri var bar fizikada ölçü vahidi mənasında var. Kafe, restoran mənasında. Divan da amonimdir. Biri var divan, oturduğumuz divan mənasında ola bilər. Biri var divan, tarixdəki divan. Biri var ədəbiyyatdakı divan. Sonra həyətin heç bir amonimliyi yoxdur. D-də hava biri var
çöldəki hava, biri var hava muğam havası, saz biri var kefi saz, biri var saz aşıqların çaldığı saz, sağ biri var diri mənasında, biri var sağ tərəf mənasında. Y-də, Müəllim, hə, Muğan havası həqiqi mənadadır. həqiqidir, bəli. Bax, siz nəyə qarışdırırsınız, Şəfa? Siz konkret və mücərrədliyi. Hava mücərrəddir. Gözə görsənməyən bir şeydir. Mücərrəd nədir? Toxuna bilmədiyimiz, hiss edə bilmədiyimiz. Amma həqiqidir də. Həqiqi nədir? Olan bir şey. Həqiqətən də muğam havası var da, düzdürmü? Yəni hətta musiqidə termin kimi işlənir də, hava. Orada havaların adları da var, musiqidə. Yəni həqiqi mənalıdır. Sadəcə mücərrəd mənalıdır. Mücərrədliklə həqiqiliyini qarışdırırsınız deyənə orada bir şey olur yəni. Aydındır müəllim, sağ olun. Buyurun. Aha. 31, 32. Baxaq. 31. Sinonim sözlərdir. Əxlaq isimdə həyalı sifətdir. Bilirsiniz də, sinonimlər mütləq dərəcədə eyni nitq hissəsinə aid olmalıdır. Bax, 31-də A-nı götürə bilməzsiniz. Əxlaq isimdə həyalı sifətdir. Sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. A getdi. B-ni götürə bilərsiniz. Əqidə, məslək, hər ikisi isimdir. İsmətli, namuslu, hər ikisi sifətdir. Eyni nitq hissəsinə aiddir. B-ni götürə bilərsiniz. C-ni götürmək olmaz. Niyə? Çünki yenə fərqli nitq hissəsidir. İradəsi sifətdir, iradəsi olmayan mürəkkəb feildir. C də olmaz. D-də alçaq sifətdir, hündür olmayan mürəkkəb feildir. Olmaz. Y-də pislə yaxşı antonimdir. Burada cavab B-dir. Siz B-də necə seçə bilərsiniz? İsmətli, namuslu. Məna yaxınlığı da var, hər ikisi sifətdir. Əqidə ilə məslək sözündə çaşa bilərsiniz. Çünki çoxunuz düşünürsünüz ki, məslək peşə mənasındadır. Xeyr. Uşaqlar, əqidə deyirik, sən əqidən nədir? Əqidə nədir? Yəni, sən dünyaya, həyata, baxışın nədir? Həyata gəlmə məqsədin nədir? Bu dünyadan nə istəyirsən? Belə deyim də sizə, əqidə. Deyir, sən hansı əqidəyə qulluq edirsən? Məslək də elə əqidənin sinonimidir. Məslək də, yəni məsləyin mənası da əqidə kimidir. Yəni məqsədin nədir? Məramın nədir? Dünyaya gəlmə şeyin nədir? Yəni əqidə ilə məslək sinonimdir. Məslək sözünü çoxunuz peşə mənasında başa düşürsünüz. Amma xeyr. Əqidə ilə məslək sözünün mənası, yəni dünya görüşünə, dünyaya gəlmə, kainat, insanlar haqqındakı mövqeyin, məqsədin, məramın, o deməkdir yəni, belə deyim də, baxışın. Əqidə ilə məslək sinonimdir. İkisi də yaxın mənalıdır, yaxşımı? Məslək sözünü peşə mənasında başa düşün. O türklərdədir, məsləyin nədir? Bizdə yoxdur. 38-ə baxdım mən. Baxaq. Deyir ki, aşağıdakı sözlərdən sinonim xüsusiyyətinə malikdir. Qaz biri var qazmaq feili, biri var qaz, bu bildiyimiz qazdır, heyvan qaz. Yaş biri var insanın yaşı, biri var yaşla mənasında. 3, 4, 8. At biri var atmaq feili, biri var heyvan at, bir də 80. Biri var 80, 80 feili, yəni qopmaq. Biri var 80, yəni say kimi. 3, 4, 6, 8 o deyilirindən B variantı. Başa düşdünüz? Müəllim, bir sual verə bilərəm? Buyurun. Bəli, mən başa düşdüm. Sadəcə mən variantı səhv yazmışam. Müəllim, mən də siz dediklərinizi düşünmüşəm Hə, elə. əsas o ki, yəni dediklərimi düşünmüsənsə, eyb yox. Bəli, bəli. Hə, buyurun. Müəllim, 46-da B variantı var, say termini. Onun 46-da. Hə, aha, say söz. Say necə amonim olur? Biri var say, nitq hissəsi kimi. Düzdürmü? Da bildiyimiz əsas nitq hissəsi. Bir də var say, yəni saymaq feili kimi. zərfdə yəqin ki, bu kağız Nitq, məktubda. nitq zərfi. Zərf biri var nitq hissəsi kimi. Bir də var zərf atkritka mənasında. Aydındır. Tamam. Yəni Sonra 40-cı suala baxır. neçə? 40-cı sual. 40-cı sual. Baxaq. Aha, nə deyir? Cümlələrin birində feilin kökü
Amonimli xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilər. İsim və feil kimi. Görünürdü sözünün kökü gördü. Gör isim ola bilmir. Odunların bir hissəsi yarılmışdı. Yarılmışdı sözünün kökü yar feilidir. O da isim və feil kimi amonim ola bilər. Yar biri var isim kimi, biri var feil kimi. C'də üfüqlər qaralmışdı. Sözün kökü qaradır. Qara isimlə yox, qara sifət və feillə olur. Biri var qara rəng kimi, biri var qara aşın qarası. C olmaz. D-də sel tədricən azalırdı. Az biri var say kimi, biri var az feil kimi. D də olmaz. Uşaqların gözləri yaşarmışdı. Yaş biri var, yaş əslinə qalsa yaşdan Kesinlikle yaşarma. yaşa. İsimdən feildir. Feilin kökü deyil, amonimli xüsusiyyəti daşıyaraq isim və feil kimi. Yaşın axı feillə amonimliyi yoxdur. Yaş necə feillə amonim olsun? Yaşmaq demirik axı. Cavab burada B-dir. Yar biri var sevgili mənasında, biri var yar yarmaq feil kimi. Başa düşdüm mən. Sonra 52 müəllim. 52. Baxaq. Hansı bəddə həm amonimlik, həm də çoxmənalı xüsusiyyətinə malik söz yoxdur? Aha. Demək, baş çoxmənalı olur. Amma baş amonimlik olmur. Elə burada cavab A olar. Bax, B-də qol həm amonim olur, həm çoxmənalı. C-də düz həm amonim olur, həm çoxmənalı. Bu da necə olur da qoy deyək. Bax, qol futbolda vurulan qolla imza sənəddə atdığımız qol olur amonim. Sonra düz biri var düz insan, biri var düz düzmək feili. Biri var düz çoxmənalı kimi də məsələn düz məsələ. Yəni düzdür, həm amonim olur, çoxmənalı. Say biri var isim kimi, biri var feil kimi, D variantı da gedər. Sayda feil kimi necə amonim olur? Məsələn deyirsən ki, saymaq. Nəyi saymaq? Məsələn deyirsən ki, məcazi mənada saymaq sözünü necə düşünmək olar? Bir saniyə qoy düşünüm. Y-də də dil sözü. Dil də eyni qayda ilə. Dil də olur həm amonim, həm çoxmənalı. Musiqinin dili, klaviaturanın dili desən, olacaq çoxmənalı, məcazi mənada işlənəcək. Bir də var dil, məsələn, fransız dili ilə insanın dili olacaq nə? Amonim kimi işlənə biləcək. Müəllim, əslində belə baxanda cavabların heç biri düzgün gəlmir. Çünki məsələn baş dediyi ki, çoxmənalılıq xüsusiyyətinə malikdir də. Amma bizdə şərtdən ikisinin də heç birinin, yəni deyir də olmasın. Sizcə düz deyil? Müəllim, hər ikisinin xüsusiyyətini daşıyan Hansı olmalı. bəddə həm amonimlik, həm də çoxmənalı xüsusiyyətinə malik söz yoxdur. Cavab burada A deyil, uşaqlar cavab. A Bəli, variantı. müəllim. Yəni başın çoxmənalığı var, amma amonimliyi var. Biri var, biri yoxdur da. Amma məsələn digərində də elədir də. Məsələn digər variantda da elədir. Məsələn Niyə? D variantında fırtına məsələn nə çox mənalıdır, nə də amonimdir. Amma say həm amonim, həm çoxmənalı ola bilər axı. İkisi necə? də eyni. Şəfa ikisi də eyni. Bir də uşaqlar bir dəqiqə say bir dənə onu deyim, unutmamışım. Yadıma düşmədi. Say məcazi mənada necə işlənir? Yəni sayılmaq, seçilmək mənasında işlənilir. Məsələn, say quşlardan mən sayam. Eşitmisiniz elə? Say məcazi mənada elə işlənir, çoxmənalı kimi. Şəfa, bax burada deyir ki, hansı bəddə həm amonimlik, həm də çoxmənalı xüsusiyyətinə malik söz yoxdur. B-də, C-də, D-də, Y-də var. Qol həm amonim, həm çoxmənalıdır. Düz həm amonim, həm çoxmənalıdır. Say həm amonim, həm çoxmənalıdır. Dil həm amonim, həm çoxmənalıdır. Amma başdan ömürdə baş çoxmənalıdır, amma amonim deyil. Onda Ömürdəki heç birindən deyil. Onda mənim sualın şərti görə dəyişsin də. Elə düz, məncə mənə elə düz gəlmir. Niyə? Çünki baş o xüsusiyyətin birini ödəyir, birini ödəmir deyənə Şəfa. Başa. Bəli. Amma burada ikisinə də aid eləyir axı. Yəni burada başa düşdüm nə demək istəyirsən. Amma variantla da götürə bilərsən. Mən bildim nə demək istəyirsən. Bəli. Müəllimə orada say sözü ağla gəlmir, çox saylı kimi götürmür. Çox mənalı söz kimi məsələn götürmək. Mən o Say variantı həm amonimdir, həm çoxmənalı. bilirəm, izah elədi çox mənalı olduğunu.
Yəni mən o sualı səhv yazanda daha doğrusu sayı çox mənalı kimi götürməmişdim ona görə. Başa düşdüm. İndi başa düşdüm. Bəli, bəli. Hı, tamam. Sonra 55'e bir de bakalım. 50. 55. 50. 50 dediniz o Mən səhv değil. 53-üm. 53. Tamam. Bəli. 53. Amonim ola bilən sözdür. Burada cavab nə ola bilər? Dik. Dik biri var dikmək feili. Düzdürmü? Dik biri var dikmək feili. Biri var dik, məsələn, dik durmaq. Dik sifət kimi də işlənə bilər. Məsələn, dik taxta, necə taxta. Gilas, bu sizlərin yazdıqlarının hamısının bir mənası var. Dik feil kimi işlənə bilər. Dikmək. Ayağın, nə deyir? Deyir ki, bikini torpağa dikdir. Fel ola bilər. Dik durmaq, zəf kimi işlənə bilər. Dik ağac, sifət kimi işlənə bilər. Bir də hündürlük mənasında dikə qalxmaq. Bəlkə o bizə tərəfdə Əlbəttə, o deyir. düz idi Minarə, düz. Məncə düzlə Düz, qarşı. hə, bir tərəfdə dik Düz. deyildi. Yəqin ona Hə, görə hə, qarışdırdım. düz. Tamam. Sonra deyin burada 55 55. deyil. sual. 55 baxaq Nurullah. Bəli. Ne deyir? Uyğunluğu müəyyən edin. Hə, sizə 55 tipli testlər düşmür. Yəni belə-belə xəttləri oradan-buradan birləşdir kimi şeylər düşmür, amma gəlin baxaq. Sinonimlik yaradan sözlər hər zaman bir-birini əvəz edə bilər. Təbii ki, səhvdir. Hər zaman bir-birini əvəz edə bilməz. Məsələn, bayaqlan testdə var idi. Həkim xəstənin nəbzini yoxladı. Aha, amma həkim xəstənin nəbzini sınadı deyə bilmirsən axı. Yəni bir səhvdir. Bir yanlışa gələcək. Oxları siz özünüz birləşdirin. Omonim sözlər fərqli leksik mənaya malikdir. Təbii ki, amonimlər tamamilə fərqli mənaya malik olur. Düzdür, doğruya gəlir. Çoxmənalı sözlər eyni hissəsinə aid olur. Düzdür. Frazeoloji birləşmələrin birinci tərəfi aslı təbii ki, səhvdir. Frazeoloji birləşmələrdə aslı və əsas tərəf anlayışı olmur. Olmur. Elə bir şey yoxdur. Səhvdir. Düzəltmə sözlərin antonimi ola bilməz. Niyə ki? Elə qəşəng də ola bilər ki. Məsələn, deyirsən ki, şit, məsələn, duzlu, məsələn. Ola bilər. Niyə ki? Yəni, ola bilər. Səhvdir. Demək, bu da olacaq necə? Yanlış. Bitişdirəndə hansı variant uyğun gəlir? Bunları əsasən eləyəndə C variantı. B variantı. Aha, tamam. Sən baxaq görək B variantı uyğun gəlir. Qoy mən də bir dənə Deməli, C variantı. Hə, C. Bəli, düzdür. Sonra A. deyil. 58. 58. Ya pəncərə açıq qalır. Lütfen oradan da səs gəlir. Ona görə eşitmirəm. Çox zəif eşitlər. Yəni ona görə 2 dəfə soruşuram sizdən. Hansı amonimlər müxtəlif leksiyona aiddir? Balın bütün mənaları isimdir. Nə bilim, yediyimiz bal. Sonra nə bilim, nədir bu bal? Bal xal mənasındakı bal. Sonra bal gecəsi. Hara fırlasan isimdir. Tut, meyvə tut, isim, tutmaq feili. İkini götürə bilərsən. Çən, su çəni, duman çəni. İkisi də isimdir. Üçü götürməzsən. Top biri var uşaqların atdığı top, biri var oynadığımız top. İsimdir. Yəni bütün mənaları isimdir. Müxtəlif leksiyona aid deyil. Əqrəbin bütün mənaları isimdir. Yol bir mənası olur isim, bir var yol olur yolmaq. Demək, müxtəlif nitq hissələrinə aiddir deyilsə, 2-ni götürərsən, bir də 6-nı. 2, Bildim mən, 6, bildim. o da eləyir Y variantı. Necə? Başa düşdüm. Aha, buyurun. Sonra 61 baxa biləsən olmasa. baxaq, 61 nədir? Altından xətt çəkimi sözlərdən hansılar amonimdir? Kağız çox mənalıdır. Kağızın amonimliyi yoxdur. Yəni ona görə A-nı çıxır. Ümumiyyətlə kağız belə dədə-babadan heç bir yazıq amonim olmur. Bir cümləyə baxmağa ehtiyac yoxdur. Həm də ki, kağız torba, kağız nəyinə lazımdır? Eyni mənadadır. İkisi də kağızdır da. Nə fərqli oldu ki? Niyə amonim olsun ki? Uşağın boğazı ağrıyır, qrafinin boğazı. B variantı çox mənalıdır. Niyə? Qrafinin boğazı. Qrafin nədir? Bu su qrafini var. Onun boğazı yoxdur ki, məcazi mənada. B variantı çox mənalıdır. B getdi. Çünki məcazi mənadır. Qrafinin boğazı. Uşağın dişi, darağın dişi. Darağın dişi nədir? Çox mənalı. Məcazidir də, darağın dişi yoxdur ki. C də getdi.
Onun gözləri mavi idi, şkafın bir neçə gözü var idi. Ümumiyyətcə, göz sözü də dədə-babadan həmişə olub çox mənalı söz. Gözün heç vaxt amonimliyi yoxdur. Düzdür, deyə bilərsiniz ki, insanın gözü ilə şkafın gözü çox mənalıdır, yəni. İkisində də bənzərlik var da. Bu şkafın gözü ilə insanın gözündəki bənzərlik düzdür, nədir? Yəni hər ikisi belə bir hissədir də, bir parçadır. Nə bilim, görən bir yerdir, belə deyim. Görülən bir yerdir, nə bilim. Axşam dolu yağdı. Ovçunun belindəki qatar patronla dolu idi. Hə, bu amonimdir təbii ki. Dolu yağmaqla nəyinsə dolu olmağı bu amonim mənasında nə edir? İşlənə bilər. Cavab eləyir niyə variantı. Sonra 66 mənim. Bir də 66. 67 mənim. 66. Baxaq. Getdik. Hansı cümlədə amonim kimi işlənə bilən sözlər vardı? Aha, amonim kimi işlənə bilən sözlər vardı. Təbii ki, burada cavab nədir? B. Biz biri var, birinci şəxsin cəminin şəxs əvəzliyi. Biri də var biz, iynə biz. Qalın iynə olur belə. Ayaqqabıda tikirlər, nə bilim yorğanda sırıyırlar. Bu amonimdir. B. C-dəki kağız yalnız çox mənalıdır. D-də ümumiyyətcə amonim kimi işlənə bilən söz görmürəm. Y-dəki göz də çox mənalıdır. A-da da heçini görəmirəm. Bir dənə B-dir. Biz. A variantındakı alqış sözü omonim deyil. Alqış. Bəli. Alqışın yazdığın bizdə mənası var da. Nurullah, başqa nə mənası olsun? Biri var alqışlamaq, biri var alqış üçün Bax, deyim. alqışlamaq. Sən analar artırdın axı. Hə, düzəltmə elədim, düzdür. Aysa, şəkilsi artırmamalısın. Alqışmaq deyə bilmirsən axı. Sözün özü səndə alqışdır. Başa düşdüm mən, başa düşdüm. Tamam. Sonra deyim, Kağız sözü çox mənalı necə kimi çox deyil. mənalı oldu Minarə? Hə. Kağız biri var bildiyimiz kağız, yazdığımız, pozduğumuz. İkinci kağız qara kağız mənasında. Bu müharibədə şəhid düşən və itkin düşən insanlarla bağlı evlərinə qara kağız göndərilirdi. Məsələn, bizim Cəbiş müəllim də orada var idi. Evlərə bir-bir qara kağız deyir. Bu evə də qara kağız gedir. Kağız gəldi. Hə, Bax, hə, o bildim. mənada kağızın rənginə görə yox, yəni xəbərin ağırlığına, kədərli olmağına görə qara kağız. O mənada çox mənalı. Aydındır mənim çox sağ 70-ə baxaq da müəllim bir dənə. Baxaq, 70. Deyir, hansı mənimlər müxtəlif? Bağın bütün mənaları isimdir. Meyvə bağı da isimdir, ayaqqabının bağı da isimdir. Bir getdi. Qarış biri var isim kimi, bir qarış yeri, biri var qarışmaq feili. Bax, ikini götürə bilərsən. İkinin bir mənası isimdir, biri feil. İkini götür. Biri olur say kimi, biri olur bir ədat kimi. Üçü də götürə bilərsən. 2, 3 götür. Yaz biri var isim kimi, biri var yazmaq feili kimi. 4-ü götürmə. Yox, niyə götürmürsən? 4-ü də götür. 2, 3, 4. Şamın da bütün mənaları isimdir. Şam yeməyi də isimdir, şam ağacı da isimdir. 5-i götürmə. Kürü biri var isim kimi, biri var çürümə feili kimi. Müəllim, mən elə həmin bu variantı yazdım. Demək, Bilmirəm. müxtəlif niksələri deyilsə, cavab burada nədir? 2-dir, Ola bilər. 3-dür, 4-dür, 6-dır. 2, 3, 4, 6 anı. Müəllim, bir sual verə bilərəm. Buyur Şəfa. Şam sözünün omonimliyi nədir ki? Var yəni. Şam biri var şam ağacı, biri var şam yeməyi, biri var yandırdığımız şam. Aha. Bəs qarış sözü, yəni bir qarış məsələn var, bir də var qarışmaq. Bəli, bəli. Biri var ölçü kimi, bir qarış yer. Biri var qarışmaq feili. Bəli. Bəs bir sözünün Bir say kimi işlənir. Məsələn 1, 2, 3, 4, 5. Bir də Aha. bir qüvvətlendirici ədat kimi. Deyirik, bir Hə. gün bizim Bakıya bax, sahilləri çıraq-çıraq. Hə, bildim. Sonra deyin. Keçək müəllim frazeoloji birləşmələri. Yoxdursa Etdim, etdim. getdik frazeolojiyaya. Bir saniyə. O frazeolojiya səhifəsini sevdi. Frazeoloji səhifə 62. Bir saniyə. Deyəsən 62 idi mənim. Bəli, 62. Deyin. Müəllimə zəhmət olmasa 2-yə baxa bilərik. Tamam oldu. Bir saniyə. Bir tane bunu düzelttim. Evet, götürmedi. Ben. Tamam. 62'de 2, hə? Bəli 2. İkinci test. Hə. Frazeoloji birləşmədə neçəyə baxaq? 2.
2. Frazeoloji sinonimləri müəyyən edin. Edək. Bel bağlamaq, boyundan atmaq. Əksinə, A variantı antonimdir. Bel bağlamaq inanırsan, boyundan atmaq da boyundan atdı getdi. A getdi. Gözə gəlmək, başa gəlmək xeyr. Gözə gəlmək nədir? Yəni gözə gəldi, nəzərə dəydi. Başa gəlmək də ki, əmələ gəlmək. B variantı deyil. 3-ə baxarıq müəllim. Əldən düşmək, gözdən düşmək. Bu da deyil. Yəni əldən düşmək yorulmaqdır, gözdən düşmək də zəhləsi getməkdir. Yeri gözümdən düşdü o. Ürəyə düşmək, qorxmaqdır, gözü götürməməkdə zəhləsi gedir. Yəni gözü götürmür onu. Yəni yenə sinonimdir. Amma Y-yə bax. Haldan düşmək, nəfəsi kəsilmək. Hə, Y variantı sinonimdirmi? Bəli. Haldan düşürsən, yorulursan, yəni nəfəsin kəsdi. Müəllimə, nəfəsi kəsilmək axı frazeoloji birləşmə deyil. Niyə ki? Məcazi mənada da nəfəsi kəsilmək. İnsanın nəfəsi necə kəsilsin? Frazeolojidir. Doğrudan, ay bütün Bəli, suallar. bəli. Hər gün frazeolojidir. Məcazi mənada işlərdir çünki. Bəli, olar. Aydındır müəllimə, çox sağ olun. Müəllim bir sual verə bilərəm. Buyurun. Burnun ucu göynəmək frazeoloji birləşmədir ya deyil? Ay sağ ol şəfa. Burnunun ucu göynəmək, darıxmaq mənasında frazeoloji birləşmədir. Deyirəm, qardaşımdan ötürü burnumun ucu göynür. Yəni neynirəm? Darıxıram. O mənada frazeolojidir. Amma burnun ucu göynəmək soyuqdan burnun ucu göynəmək mənasında, o mənada isə frazeoloji birləşmə deyil. Çünki həqiqətən insan soyuqdan burnun ucu göynəyə bilər. Yəni işlənmə yerinə görə. Bu mənada frazeoloji birləşmədir. Bu mənada isə frazeoloji birləşmə deyil. Aydındır, çox sağ olun. Buyurun, buyurun. Sonra 3-cü sual. üçüncü sual. Hə, Rəhman buraya yazır. Baxaq. D Hansında variantındakı frazeoloji fərzdə sinonimlər verilmişdi? Zəhləsi getmək, yola gəlmək. Əlaqəsi yoxdur. Nə əlaqə? Yuxusu gəlmək, yazığı gəlmək. Yoxdur əlaqə. Burada cavab D-dir. Bəlkə də D-nin mənasını bilmirsiniz yenə. Vəcdə bəli. gəlmək, şövqə gəlmək. Bax, vəcdə gəlmək bilirsiniz nədir? Məsələn, deyirəm ki, indi bu aşıqlar meyxanaçılardan çox olurdu. Onlar bədahətən özlərindən bir də görsən ki, başlayırlar şeir deməyə. Vəcdə gəlmək. Deyir ki, aşıq vəcdə gəldi. Aşıq cuşa gəldi, şövqə gəldi. Yəni onlara bir dənə bədahətən bir şey gəlir. Başlayırlar neynirlər? Şeir oxumağa. Vəcdə gəlmək, şövqə gəlmək. Bax cuşa gəlmək də bunun sinonim ola bilər ha. Cuşa gəlmək. Burada müəllim, Biri insan təbiətin bir şey də gözəlliyini görüb düşünür. cuşa gəldi məsələn. Necə Rəhman? Buyurun. Buyurun müəllim, buyurun. De, hə. Yəni deyirəm ki, müəllim, insan işə də düşəndə canına üstümə düşür də. Ha, siz nə dediniz? Bax, hə, başa düşdüm. Siz sözlər arasında məna əlaqəsi daxilsiniz. Yox. Xeyr. İşə ayrı-ayrılıqda bax. Sən bir sən necə baxırsan? İşim düşəndə canım üşütmə düşür. Xeyr, o elə deyil. Canlı üşütmə düşmək nədir? Qorxmaq. Geri canlı üşütmə düşdü, qorxdum. İşə düşmək nədir? Maşın işə düşdü. Oturduğum yerdə işə düşdü. Mənaları özlüyündə aydınlaşdır. Mən bilirəm siz necə düşünürsünüz. Siz belə bir şey yaradırsınız da. İşim düşəndə canıma üşütmə düşür. Xeyr, sən ayrı-ayrılıqda bunlara bax, sonra ortaq mövqedə birləşdir. Canlı Buyurun. üşütmə düşmək, qorxmaqdır. İşə düşməkdə iki mənada işlənir. Biri var maşın işə düşdü, biri var oturduğun yerdə işə düşmək. Ola bilər müəllim. Ola bilər Qorxmaqla ki, onların mənalarında uyğunluq yoxdur axı Rəhman. Bax, uyğunlaşdırmalı eləyirlər. sözlərin ola bilər müəllim, mənalarını başa düşməmişəm. Bəzən Hə, şövqən. o ola bilər. Məna axtarmışam, hə. Ola bilər, ola bilər. Hə, hə. Sonra Müəllimə 13. Bir sual. 13. Bircə saniyə. Nə deyir? Deyir ki, sinonim frazeoloji birləşmələri müəyyən edir. Elə bir, dəridən qabıqdan çıxmaq, gecəsinə gündüzünə qatmaq. Bir, bəli, bir götürə bilərsən. Dəridən qabıqdan çıxdım, gecəmi gündüzümə qatdım. Bir. Ağlına batmaq, tədbir görmək. İkisini də götürə bilərsən. Ağlına batdı, tədbir gördü. Olar, elə bir iki. İndi içə bax. Dilə gəlmək, başa gəlmək. Xeyr. Dilə gəlmək nədir? Yəni dilinə gətirir, danışmaq. Başa gəlmək də ki, nədir? Yəni bunlar mənim başıma gəldi. 3 yox, əlaqə yoxdur axı. Əldən ayaqdan düşmək, nəfəsi kəsilmək. Əldən bir dəqiqə bunu da götürmək olar ha. Burada uşaq cavab 1-4-dür.
Burada cavab 1-4-dür. 1-4-dür. Əldən ayaqdan düşmə, nəfəsi kəsilmə 1-4-dür. Mən burada Çini də götürdüm. Yox. Elə Çini Rəhman kimi düşündüm mən burada. Yox. Ağlına batmaq inanmaqdır. Tədbir görmək isə nəsə iş görmək mənasındadır. İçini götürə bilməzsiniz. İki fərqli mənadır. Müəllim, Amma o tədbir tökmək deyir həm də. Tədbir tökmək heç eşitməmişdim. tədbir tökmək də var. Var. Olur, işlədirik dilimizdə. Burada 1-4-dür. Müəllim, Ələ nəfəsi almaq canlı kəsilməyin həqiqi mənası necə olur? Nəfəs dayanmaq. Mənim nə? fikrim orada qaldı. Nəfəsi kəsilmək sözünün həqiqi mənası bəs necə olur? Yəni nəfəsi kəsilməyin mənası nədir? Təngə nəfəs almaq da yorulmaq deməkdir. Nəfəsi kəsilmək, yorulmaq. Məsələn, bax 5 mərtəbəli bir, nə bilim, təsəvvür elə 20 mərtəbəli binanı ayaqla çıxırsan, liftsiz. Deyir, ay nəfəsim kəsildi. Yorulmaq, təngi nəfəs olmaq, taqətdən düşmək, hərəkətdən düşmək, kələyi kəsilmək. Bax bu mənada. Yəni mənaları budur. Başa düşdün mü? Oldu, aydındır, çox sağ olun. Buyurun, sonra 17 Ondan sonra bizə baxaq. baxardı da. 17. 17'ye 14'e kadar de var. baxarıq. Neçə? 14 müəllim. 14. Baxaq Nurullah. Antonim istəyir. Xoşuna gəlmək 1, acığına gəlmək 5. Elə cavab 1-5-dir. Xoşuna gəlmək, bir də acığına gəlmək. 1 ilə 5-i götürə bilərsiniz. A variantı. A-nı götürün. 14-də A-dır. Və dəhşətə gəlmək yox, vəcdə gəlmək yox. Yəni 2, 3, 4 tamamilə fərqli mənalar bildirir. 2, 3, 4-ü götürə bilməzsən. Amma xoşuna gəlmək, acığına gəlmək. 1 ilə 5 tamamilə uyğun mənalardır. Götürə bilərsən. Bu deyir A variantı. 17. Frazeoloji birləşmələrlə bağlı səhv istəyir. Yalnız məcazi məna ifadə edir. Təbii ki, düzdür. Məcazi məna ifadə edir. Yəni düz deyir, niyə də səhvdir. Sonra formaca dəyişmir. Tərkibindəki sözlər öz həqiqi mənalarını itirib məcazi mənada işlənir. Əsas və aslı tərəfi olmur. İtqaq sözü burada cavab B-dir. Formaca dəyişmir. Yox. Formaca dəyişir. Dəyişir bilirsiniz nə deməkdir? Məsələn, çəkintisiləri artırıb azalda bilərsiniz də. Məsələn, yönlü alır çəkintisinin yerinə çıxışlı xal çəkintisi qoya bilərsiniz. Elə eləyə bilərsiniz yəni. Burada müəllim əsas və asılı tərəf var. Olmur. Düzdür. Valla frazeoloji birləşmələrdə Sabit əsas, sərbəst oldu. yox, ümumiyyətcə sərbəst və asılıdır. Xeyr. Frazeoloji birləşmələr sadəcə məcazi mənada işlənir və tərəfləri olmur. Əsas və aslı tərəf əsla olmur. Bir mənada işlənir. Yəni bir tərəflər olur onlar. Əsas və asılları olmur. 20-yə baxarıq. Neçə? 18. 20 sonra. 20. Bir Kimsə 18 müəllim deyəsən. neçə şəfa? Kimsə 18 demişdi. 18. 18-ə bax. Bəli, birinci 18-ə baxarıq. Biri amonim frazeoloji birləşmə olmur. Bax, elə cavab A-dır. Gürültü yeməyin bircə mənası var. Yəni çox danışmaq. Başqa nə mənası olsun ki, yazın. Amma can vermək, biri var ölmək, bir də var deyirsən ki, yazın gəlişi təbiətə can verir. Başa vurmaq, biri var elədiyini başa vurmaq. Məsələn, bir yaxşılıq etsən, gəlib gəlib vurur təpəsinə ki, bunu elədim sənə, onu elədim, bu mənada. İşlədə bilirsən. Bir də var başa vurmaq, neysə bitirmək mənasında. Məsələn, deyirsən ki, işimi başa vurdum, nə bilim, təhsilimi başa vurdum. Bax, bu mənada işlədə bilərsən. Ürəyi yanmaq, bir var su istəmək, bir var ürəyi yanmaq, yazığı gəlmək. Üz vermək, bir var üz verirsən, astar istəyir, bir də var deyirsən ki, nəsə, bədbəxt hadisə üz verdi. Amma delotu yeməyin bircə mənası var. O da hansı mənadadır? Yəni çox danışma. Başqa mənası yoxdur. Başqa 19 da frazeoloji səhv idi. birləşmə Məndə. amonim olmaq üçün iki mənada işlənməlidir. Axı bunun bircə mənası var. Başa düşdüm. Aha. Sonra 19. 19.
Biri amonim frazoloji birləşmə hesab oluna bilər. Baxaq, başa vurmaq. Biri var başa vurmaq elədiyini başa vurmaq deyirik. Sən də bir yaxşılıq eləmirsən, gedib gəlib mənim başıma vursan. Qaxınc eləmək mənasında. Biri də var başa vurmaq, nəyisə bitirmək, başa vurmaq. Təhsilini başa vurmaq, işini başa vurmaq. Yəni nəysə də, yəni belə şeylər o mənada başa vurmaq. O deyilir nə B variantı. Yəni iki mənada işlətmək olur. Başa düşdünüzmü? Bəli, müəllim. 20-yə baxarıq da. Nə deyir? Bir frazoloji birləşmənin həm özü, həm onun sinonimi, həm də ona nəyə verilmişdi? Antonimi. Baxaq. Bax, can almaq, öldürmək. Can almaqla öldürmək sinonim ola bilməz. Can almaq frazoloji birləşmədir. Öldürmək frazoloji birləşmə deyil. Mən sizə demişdim. Frazoloji birləşmənin antonimi də frazoloji birləşmə olmalıdır. Frazoloji birləşmənin sinonimi də frazoloji birləşmə olmalıdır. A getdi. İndi B-yə baxaq. Boğaza yığılmaq, təncə gəlmək. Sinonimdir. Bəli. Cana doymaq da ki, B-də üçü də sinonimdir. Boğaza yığılmaq, təncə gəlmək, cana doymaq. Üçü də sinonimdir. B-ni götürmürsən. Təncə gəlmək, cana doymaq, bu ikisi sinonimdir. Can verməyin də ki, bunlarla əlaqəsi yoxdur axı. C də olmaz. Baş sındırmaq, ölçüb bitmək ola bilər. Düşünüb daşınmaq xeyr. Çünki düşünüb daşınmaq frazoloji birləşmə deyil axı. Amma Y-də cana doymaq, boğaza yığılmaq, aha, sinonimdir. Cana doyursan, boğaza yığılsan, sinonimdir. Ləzzət almaq da ki, antonimdir. Olar. Bunların antonimi ola bilər. Ona görə Y variantı götürə bilərsən. Müəllim, bir sual verə bilərəm. Buyurun. Yağışın kəsməyi frazoloji birləşmədir, yoxsa deyil? Yaxşı, yox, frazoloji birləşmə deyil. Xeyr. Niyə? Soyuq kəs. Çünki bax, hər məcazi mənalı birləşmə frazoloji birləşmə deyil. Düzdür, yağışın kəsməyi məcazidir də, düzdürmü? Amma durub indi yağışı qarçina zadla kəsmirsən ki, yağış dayandı. Amma hər məcazi mənalı, məsələn, külək yatdı. Məcazi mənadır, amma frazoloji birləşmə deyil axı. Yəni hər məcazi mənalı birləşməni frazoloji birləşmə hesab eləmək düzgün deyil. Yəni elə o mövqedən yanaşmayın, o səhv bir şeydir yəni. Müəllim, onda dumanı çəkilmək də həmçinin siz dediyiniz kimi. Nə şəfa? Dumanı çəkilmək də onda siz deyən kimi də. Bəli, bəli. O da məcazi mənalıdır, amma frazoloji birləşmə deyil. Bəli, düzdür. Sonra Müəllimə 23. baxaq. 23 baxaq. Frazoloji birləşmələrlə bağlı səhv fikir müəyyən edir, səhv tapırıq. Könlünə toxunmaq, qəlbinə dəymək sinonimdir. Bəli, yaxın mənada da könlünə dəydi, qəlbinə toxundu. A düzdür. Qaş qabağı yer süpürmək, bikef olmaq bir səhvdir. Niyə? Qaş qabağı yer süpürmək frazoloji birləşmədir, hə. Amma bikef olmaq frazoloji birləşmə deyil axı. Kef olmaq bilsiz nədir? Yəni kefsiz olmaq. Ümumiyyətcə, olmaq, etmək, eləmək sözləri ilə frazoloji birləşmə yaranmaz. Bunu yadınızda saxlayın. Olmaq, etmək, eləmək sözləri ilə frazoloji birləşmə yaranmaz. Ona görə B-ni frazoloji sinonim götürmək olmaz. Biri frazoloji birləşmədir, biri isə yox. B getdi. Cavab B-dir də. Dərdə düşmək, çiçəyə çırtlamaq antonimdir. Bəli, təbii ki, antonimdir. Düzdür. Anadan olmaq və doğulmaq frazoloji sinonim sayılmaz. Düz deyil, sayılmaz. Niyə sayılmaz? Qoy deyək. Onu da izah eləyək də. Dərdə düşmək. Çiçəyə çırtlamaq. Özür istəyirəm, deyə baxaraq. Anadan ol. Anadan olmaq mürəkkəb feildir. Doğulmaq da ki, yəni heç bir frazoloji sinonim deyil axı. Düzdür də. Yəni heç bir frazoloji birləşmə deyil axı. Zaten frazoloji birləşmə deyil bunlar. Bir də niyə frazoloji sinonim olsunlar ki? Günəş doğdu və gün batdı frazoloji birləşmə deyil. Bəli. Bax indi dediyimiz məsələdir də. Məcazi mənalıdır. Amma frazoloji birləşmə deyil. Xeyr. Hər məcazi mənalı birləşməni də
Frazeoloji birləşmir. Götürmək yanlışdır. Müəllimə, üzr istəyirəm. Könlünə toxunmaq xoşuna gəlmək mənasını vermir. Yox, könlünə toxunmaq incitmək deməkdir. Qəlbinə dəymək deməkdir. Aha. Deyir, mən sənin könlünə toxundum. Yəni səni incitdim. Sözümlə sənin qəlbinə dəydim. Yox. Aydındır müəllimə, çox sağ olun. Buyurun. Sonra 25. 25. Sən ey şeirlərinlə xalqa can verən şair, sən ey dünən kimsəsiz, təkcə can verən şair. Baxa, işarələnmiş ifadələr haqqında fikirlərdən yanlış olanı hansıdır? Hər iki nümunədəki sözlər ilkin mənalarını itirib. Bəli, xalqa can verən, şairin can verməyi. Bəli, çünki ikisi də axı frazeolojidir. Frazeoloji birləşməlidir, ilkin mənalarını itirir. Amonim frazeoloji birləşməlidir. Bəli, can vermək amonimdir. Biri var can vermək, ölmək mənasında, xalqa can verən şair, xalqı dirildən. Bir də var şairin can verməyi, ölməyi. Bir də düzdür. Fərqli mənadır da. Məcazi məna daşıyır, əlbəttə ki. Ya frazeoloji birləşmə zaten məcazi olmalıdır. Başqa nə ola bilər ki? İkinci misradakı can verən frazeoloji birləşməsinin antonimi dünyaya göz açan bu səhvdir. Niyə? Can vermək frazeoloji birləşmədir. Bunun antonimi də frazeoloji birləşmə olmalıdır. Məsələn, can verməyin antonimi bilirsiz nə ola bilər? Yəni canını tapşırmaq. Bunu götürə bilərsən. Amma dünyaya göz açmaq üzr istəyirəm, sinonimi deyil. Müəllimə, ed elədiyi. Hə, amma dünyaya göz açan, axı bunun sinonim ola bilmir. Yox, bir dəqiqə. Dünyaya göz açan. Aşağı deyil, düzdür. Pardon. Can verməklə dünyaya göz açmaq. Niyə? Antonim ola bilər də. Dünyaya göz açmaq da şeydir də, frazeoloji birləşmədir. Frazeolojidir. Deyil, düzdür. Can vermək, dünyaya göz açın. Deyil, düzdür. Çünki ikisi də frazeolojidir. Amma Y səhvdir, hə. Çünki Y-də xalqa can verən frazeolojidir. Amma dildən axı necə frazeoloji birləşmə bir dənə sözdən ibarət olmayacaq. Dildən necə onun sinonim ola bilər ki? Dildən bircə dənə sözdür. Frazeoloji birləşmə deyirik də. Ən az iki sözdən ibarət olmalıdır axı. Həm də müəllimə, burada dirildən həqiqi mənada işlənib də biz frazeoloji Bəli, birləşməsi bəli. Məcazi mənada məcazi mənada olmalıdır. Bəli, bəli. Sonra var başqa sualınız buradan? Yoxdur. 28. 28. Baxaq. Nə deyir? Hansı cümlədə amonimliyi olan sabit? Frazeoloji birləşmənin digər adı sabit söz birləşmələridir. Sabit bilsiz nədir? Parçalanmayan, dəyişməyəndir. Burada cavabın biri elə 1-dir. Deyir, cəllada can verdi. Bir götürə bilərsən. Can vermək amonimdir. İndi dedi ya, can vermək biri var ölmək, biri var dirilmək mənasında. Biri götürə bilərsən. İkini də götür, söz vermək. Biri var söz vermək. Məsələn, kiməsə söz verirsən ki, bax, halsa basitə olacaq. Bir də var söz vermək. Məsələn, iclasda danışmaq üçün kiməsə söz verirsən. 1, 2. Bir də 5-i götürərsən. Üz vermə. Biri var üz vermə, biri də pis çıxmasın deyirəm. Üz verirsən astar istəmək mənasında. Düzdürmü? O mənada işlədə bilərsən. Bir də var üz vermək. Üz vermək sözünü işlədə bilərsən nə kimi? Məsələn, bədbəxt hadisə üz vermək mənasında. 1, 2, 5. 3 ilə 4-də heç bir amonimlik yoxdur yəni. Göz dəymək, cavab vermək. Bunlar amonim deyil. Dilini sürmək. Yoxdur elə bir şey. Sonra başqa sualımız yoxdur ki. Tamam. Bağlayırıq. Başqa leksikadan qaldı mı sualınız? Yoxdur. Tamam. Buranı bağlayıram. Getdik. Bugünkü təzə dərsimizin adı nə olacaq? Bugünkü təzə dərsimizin adı olacaq isim. Artıq bugün ismə keçid eləyəcəyik. Arada söz yaradıcılığı dərsi var. O söz yaradıcılığı dərsinin nitq hissələrini, əsas nitq hissələrini bitirəndən sonra keçirik. Yəni sual yarana bilər ki, niyə biz onu keçmədik? Çünki orada leksik şəkilçilər var, qrammatik şəkilçilər var. Düzdür, indi keçsəm də sizə bir xeyri olmayacaq.
Çünki leksiklə nitq hissələrini keçməmiş, leksiklə qrammatik nitq hissələrini, şəkil hissələrini bilməmiş durub o dərsi keçmək absurddur. Yəni usta heç kim də elə eləmir. Getdik. İsimdən başlayırıq. İsim nədir? Əsas nitq hissələrindən biridir. Yəni, ismin tərifi nə idi? Hamımızın bildiyi. Əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilirdi. Kimlə yer bildirəndə isə hara suallarından birinə cavab verə bilirdi. İsimlər canlı və cansız olurdu. Konkret və mücərrəd olurdu. Ümumi və xüsusi olurdu. Tək cəm toplu olurdu. Mənsubiyyətə görə dəyişə bilirdi. Hallana bilirdi. Bir də nə deyim? Bax, əşyanın adını dedi ya. Qrammatikada canlı da əşyadır, cansız da əşyadır. Qrammatikaya görə insan da əşyadır. Burada məsələn deyim, kitab da əşyadır. Hamısı əşyadır. Sonra gəldik nəyə? İsmin konkret və mücərrədliyinə. Konkret nədir? Gözlə görə biləcəyimiz, əl ilə təması mümkün olan isimlər konkret mənalı isimlər sayılır. Gözlə görünməsi, əl ilə təması mümkün olan isimlər konkret isimlərdir. Məsələn, kitab, hərif. Yəni, gözlə görə bilirsənsə konkretdir də, toxuna bilirsənsə konkretdir. Mücərrədi isə tərsinə. Gözlə görə bilmədiyin, toxuna bilmədiyin isimlər mücərrəddir. Mücərrəd isimlər yalnızca nə sualına cavab verir? Arzu, xəyal, sevgi, istək, yuxu, məqsəd. Bir də sonu lıqlik, luqluq şəkilçisi ilə bitən isimlərdə adətən mücərrəd olur. Necə? Lıqliklə bitib sahə mənası bildirən isimlər mücərrəd olur. Məsələn, o müəllim konkretdir də, düzdürmü? Amma müəllimlik mücərrəddir. Deyirsən ki, müəllimlik gözəl sənətdir. Mücərrəddir də. Toxuna bilmirsən, hiss eləyə bilmirsən, müəllimlik. Və ya əkinçilik, şərabçılıq, çayçılıq mücərrəd mənalıdır. İndi bir dənə sözə baxaq. Şərab içki növüdür. Gözlə görsənə bilir. Bir problem yoxdur. Şərabçı, şərabla məşğul olan insandır, peşədir. Amma şərabçılıq deyəndə tam olaraq əlinə toxuna bildiyin bir şey gəlirmi? Xeyr. Məsələn, deyirsən ki, şərabçılıq sahəsi günü-gündən inkişaf edir. Şərabçılıq sahəsi sahədir də, düzdürmü? Mücərrəd mənalı isimdir də, toxuna bilmirsən, hiss eləyə bilmirsən. Şərabçılıq deyəndə toxuna bildiyin, hiss edə bildiyin bir isim ağlına gəlirmi? Xeyr. Sonra dilimizdə işlənmə yerinə görə həm konkret, həm də mücərrəd ola bilən isimlər var. Bunlar hansılardır? Analıq. Analıq hiss olaraq mücərrəddir. Amma kimisə analığı desə isə nədir? Konkretdir. Yəni, kimisə analığı deyəndə görsənir də. Amma analıq hiss olaraq mücərrəddir. Sonra atalıq. Atalıq hiss olaraq mücərrəddir. Məsələn, atalıq hissi. Amma atalıq, kimisə atalığı desə isə o sənədə konkretdir. Kimisə atalığı deyəndə görürsən də yəni o insan, düzdürmü? Qardaşlıq, bacılıq hiss olaraq mücərrəddir. Kiminsə qardaşlığı və ya bacılığı desə isə nədir? Konkretdir. Saat zaman mənasında mücərrəddir. Məsələn, deyirsən ki, mən 2 saat vaxtım var. Mücərrəddir də, düzdürmü? Amma saat sözü qol saatı, divar saatı mənasında isə konkretdir. Ağıl düşüncə mənasında mücərrəddir. Məsələn, deyirsən ki, ağıl sözü. Məsələn, sənin ağlın bura qədərdir də. Belə də çıxmasın, ağıl mücərrəddir də, düzdürmü? Görə bilmirik, toxuna bilmirik. O mənada mücərrəddir də. Amma ağıl sözü malqaranın saxlanıldığı, üstü açıq yer mənasında isə necədir? O mənada isə konkret mənalı isim sayılacaq. Müəllimə, üzr istəyirəm. Ekran kaydı paylaşmısınız siz? Buyur. Yox. Mən də elə biləm bayaqdan məndə görsənmir yalnızca. Mən də Deyin bayaqdan də. müəllim 2 dəfə çıxmışam, təzədən qoşulmuşam. Deyin də, bəs buyur. Dəqiqə gözləyim, bir saniyə. Bay bay. Hə.
Aha. Demək, hə, ağıl uşaqlar düşüncə mənasında mücərrəddir. Düzdürmü? Belə çıxmasın, baxan kimi bilsək ki, ağıl var ya yox, nə dərdimiz? Ağıl gözə görsənən bir şey deyil də, düzdürmü? O mənada mücərrəddir. Amma ağıl mal qaranın saxlanıldığı yer mənasında o mənada isə necədir? Konkret mənalı isimdir. Ağıl. Yəni bu malqaranın saxlanıldığı üstü açıq yerə isə nə deyirlər? O mənada isə konkret mənalı isim sayılır. Yerinə görə həm mücərrəddir, həm də konkret mənalı isimlərdir. Bu dediyimiz isimdir. Sonra gəldik burada nəyə? Ümumi və xüsusi isimlər. Ümumi nədir? Eyni cinsli əşyaların ümumi adlarını bildirən sözlərə ümumi isimlər deyilir. Eyni cinsli əşyaların adlarını bildirən sözlərə ümumi isimlər deyilir. Eyni cinsli əşyalar bilirsiniz nə deməkdir? Məsələn, ağac. Görün ölçüdə nə qədər ağac var. Bu nədir? Ümumidir, düzdürmü? Uşaq ümumidir də. Gör nə qədər uşaq var. Amma xüsusi nədir? Eyni cinsli əşyaları bir-birinə fərqləndirmək üçün onlara verilən adlara isə nə deyirlər? Xüsusi isimlər deyirlər. Xüsusi isimlər eyni cinsli əşyaları bir-birinə fərqləndirmək üçün onlara verilən adlara isə nə deyirlər? Xüsusi isimlər deyirlər. Məsələn, kür, belə deyək də, çay sözü ümumidir. Görün nə qədər çay var ölkəmizdə. Amma sırf çaya ad verirsənsə, Araz çayı, Kür çayı deyirsənsə, bu xüsusidir. Çayları bir-birinə fərqləndirib, onlara ad verirsənsə, xüsusidir. Amma o çayların hamısının adı nədir? Ümumidir. Bu mənada. Sonra yenə başqa bir məsələlərə baxaq. Məsələn, küçə. Küçə ümumidir. Gör nə qədər küçə var. Amma o küçələri fərqləndirmək üçün onlara verilən adlara sənə deyilir xüsusi. Xüsusi isimlər nələrdir? İnsanların adlarıdır. Sonra yer adlarıdır, məkan adlarıdır, çay adlarıdır. Belə deyim də, varlığı tək olan isimlər bir növ necə isimlərdir? Onlar xüsusi isimlər sayılır. Gəldik nəyə? Tək cəm isimlərə. Demək, varilər şəkilcisi varsa cəmdir, varilər şəkilcisi yoxdursa tək isimdir. Belə, yəni sadəcə bu cəmlə tək sadəcə belə. Bəs toplu isimlərdir. Formaca tək olan, cəm şəkilcisi qəbul etmədən də çoxluq bildirən isimlərə nə deyirlər? Toplu isimlər deyirlər. Bir daha deyirəm, formaca tək olan, cəm şəkilcisi qəbul etmədən də çoxluq bildirən isimlər nə adlanır? Toplu isimlər adlanır. Toplu isimlər hansılardır? Cəmaət, əhali, ordu, alay, ilxı, qoşun, cəmaət. Yəni cəm şəkilcisi olmasa da mənasında topluluq, çoxluluq var. Bir də nəyə fikir verirsiniz? Toplu isimlər mütləq dərəcədə canlı isimlərdən ibarət olmalıdır. Toplu isimlər canlı isimlərdən ibarət olmalıdır. Necə? Məsəl üçün, salxım. Salxım əslində qalsa üzərində çoxlu üzüm dənəcikləri var da, düzdürmü? Amma salxımı toplu isim götürmür. Niyə? Salxım cansızdır. Nar. İçərisində çoxlu nar dənəcikləri olur da, düzdürmü? Amma nar toplu isim deyil. Niyə? Çünki nar cansız isimdir. Yəni ona da diqqət eləməlisiniz. Sonra toplu isimlər cəmlədə bilirlər. Məsələn, xalqlar, ordular, qoşunlar, sürülər. Amma iki isim var ki, cəmlənə bilmir. Bunlar hansılardır? Əhali, bir də cəmaət sözü cəmlənə bilmir. Çünki əhalilər və cəmaətlər deyə bilmir. Əhali və cəmaət sözü neyinir? Cəmlənə bilmir. Çünki əhalilər və cəmaətlər deyə bilmir. Amma yerdə qalanlar isə məsələn, ictimaiyyət sözü də cəmlənmir. Çünki ictimaiyyətlər deyə bilmirik. O da cəmlənmir. Belədir. Sonra gəldik ismin quruluşca növlərinə. İsmin quruluşca 3 növ var. Sadə, düzəltmə, bir də mürəkkəb. Sadə isimlər yalnız kökdən və yaxud kök plus qrammatik şəkilcisidən ibarət olur. Düzəltmə sözlər isə necə düzəlir? Leksik şəkilcilər vasitəsilə neyniyir? Düzəlir. Leksiklə qrammatik şəkilcisiyə kiçicik bir aydınlanma götürək. Onu deyək də gəlin. Demək, leksik şəkilcisi
yeni mənalı sözlər yaradır. Qrammatik şəkilçi isə sözün mənasını yox, formasını yaradır. Məsələn, məktəb, məktəbli. Bax, orada li şəkilçisi, izə şəkilçisidir. Leksik şəkilçisidir də, düzdürmü? Çünki məktəb sözündən yeni mənalı söz yaratdı. Bax, məktəb təlim təhsil ocağıdır. Məktəbli ora gedən şəxsdir. Li neynədir? Yeni mənalı söz yaratdı. Və li leksikdir. Leksik şəkilçisi neynir? Yeni mənalı söz yaradır. Amma qrammatik şəkilçisi isə sözün mənasını yox, formasını dəyişir. Məsələn, məktəb 6 hərfdir. Əni artırırsan olur 7 hərf. Demək, orada necə şəkilçisidir? Qrammatik şəkilçisidir. Çünki neynədir? Sözün mənasını yox, formasını dəyişdi. Demək, leksik şəkilçisi sözün mənasını dəyişdirir. Qrammatik şəkilçisi isə sözün formasını neynir? Dəyişdirir. Leksik şəkilçisi mənasını dəyişdirir. Qrammatik şəkilçisi isə formasını. Formada nədir? Bax, məktəb 6 hərfdir. Əni artırırsan olur 7 hərf məktəbə. Belə bir şey olur. Sonra gəldik nəyə? Demək, leksik şəkilçilər 2 yerə bölünür. Biri var adlardan isim düzəldən şəkilçilər. Bir də var feildən isim düzəldən şəkilçilər. Adlardan isim deyəndə Azərbaycan dilində ad düzəldən ilk hissələri hansılardır? İsim, sifət, say, əvəzlik, zərf. Feil sözü üçün ayrıca respublikadır da. Feil ilə özü üçün ayrıca feildir, belə deyək. İndi bir də burada şəkilçilər milli və alınma deyə 2 yerə ayrılıb. Şəkilçilərin milli və alınma olmağının bizə elə bir adiyyəti yoxdur. Yəni, lazım deyil. Bizə düşən bir məqam deyil. Getdik. Birinci, çı-çı, çü-çü şəkilçisi. Məsələn, dənizçi, qırçı. Bir də çı-çı peşə sənət mənası düzəldir. Və ancaq isim düzəldir. İsimdən isim düzəldir. Dənizçi, əlaçı, xəbərçi. Xəbər sözündən xəbərçi, dəniz sözündən dənizçi. Lı-li, lu-lu var, insan anlayışı bildirir. Məktəbli, şəhərli, kəndli, Məmmədli. Bir də onu da deyim. Məktəbli, şəhərli, kəndli sözləri itk hissəsi kimi isimdir. Məktəbli, şəhərli, kəndli sözləri itk hissəsi kimi nədir? İsim sayılacaq. Lı-li, lu-lu ilə düzələnlər. Məktəbli, şəhərli, kəndli. Yəni, bəzən buna sual verəndə uşaqlar belə sual verirlər. Məktəbli uşaq necə uşaq? Yanlışdır. Məktəbli, şəhərli, kəndli itk hissəsi kimi isimdir. Sonra lıqliş, luqluq şəkilçisi də isim düzəldir. Məsələn, daşlıq, ayrılıq, nəfəslik, gözlük, qardaşlıq. Çarça var. Çarça şəkilçisi daha çox kiçik və mənalı isimlər yaradır. Məsələn, qazança. Qazança nədir? Yəni, qazandan daha balacadır da, düzdürmü? Kitabça, yəni kitabdan daha balacadır. Cıq-cik, cuk-cuk var. Kiçik və mənası yaradır. Evcik, gəlincik, komacıq. Bir də nə deyim? Onu da deyim sizə. Baxın, qulaqlıq, qulağımıza taxdığımız naşnik. O qulaqlıqdır. Amma qulaqcığı isə ürəkdə olur, ürəyin qulaqcıqları. Yəni, o mənadakıdır. Yaxşımı? Qulaqlıqla qulaqcıq fərqli şeylərdir. Qulağımıza taşdığımız naşnik, o qulaqlıqdır. Amma qulaqcıq isə bu orqanizm var, ürəyin qulaqcıqları filan deyirik. O isə qulaqcıqdır. Sonra gəlirik buradan nəyə? Cığaz var, əzizləmə, cığaz ciyəz var. Belə bir şəkilçimiz var. Bu nədir? Məsələn, quşcuğaz, qızcığaz, belə var. Laq var, yaylaq, duzlaq, buzlaq, qışlaq. Gil var, dayımgil, xalamgil, əmimgil. Gil şəkilçisi bir cürə yazılan leksik şəkilçisidir. Çü-çü, çü-çü şəkilçisi var. Bizimki, səninki. Çü-çü daha çox sifət düzəldir. İsim yaratdığı şəkilçi çox azdır, onu da deyim. Çü-çü çox az sifət düzəlt yaradır. Dünənki, bugünkü. Amma sifət də yarada bilər. Sonra çü-çünü dedik. Daş var. Daş bir cürə yazılan leksik şəkilçidir. Əməkdaş, sirdaş, yoldaş. Bir cürə yazılan leksik şəkilçidir. Çılıq var. Narahat çılıq. Düşmən çilik. Bədbəxt çilik.
Silik. Sonra iyyət şəkilçisi var. Hakim, hakimiyyət, irs, irsiyyət, şeir, şeiriyyət. İyyət var. Ədəb, ədəbiyyat, kəşf, kəşfiyyat. İyyə var. Fərz, fərziyyə, ruh, ruhiyyə. Dar var. Dar da bir cürə yazılır. Hökmdar, hesabdar. Dalandar vəzifənin adıdır. Məktəblərdə olur daha çox. Məktəbin arxa hissələrinə nəzarət edən insana deyirlər. Müəllim, Stan, stan, hə, üzrü sən bölürəm. Bu şəkilçiləri biz yəni mütləq əzbərləməliyik. Başqa bir şey deyim, başqa. Şəkilçiləri əzbərləməkdən çox məntiqini tutun. Necə tutun? Şəkilçini belə oxuyun da. Mənimsə belə deyirəm. Yaydı da, düzdür belə. Məsələn, qabağınıza çayınızı, kofenizi, suyunuzu, nə bilim, ürəyiniz nə istəyirsə qoyursunuz. Əzbərləmirsiniz. Nəzər yetirirsiniz. Baxırsınız ki, belə bir şəkilçi var, bu şəkilçi var. Şəkilçilərin məntiqi nədir? Şəkilçiləri niyə biz əzbərləyirik də? Sözün kökü ilə ona qoşulan şəkilçi arasında əlaqə olmalıdır. Bax, ış, iş, uş, üş deyilən bir şəkilçimiz var. Iş, iş, uş, üş. Baxın, məsələn, görməkdən görüş. Üş necədir? Leksik şəkilçidir, düzdürmü? Görmək sözündən yaranan. Görmək sözündən görüş yarana bilər. Amma yarış isə sadə sözdür. Niyə? Nə olsun? Yarmaqdan yarış yarana bilərmi? Əsla. Yəni əsas məntiq kimi ona diqqət etməlisiniz ki, görməkdən görüş yarana bilər, amma yarmaqdan yarış yarana bilməz. Yəni sözün kökü ilə, sözlə daha doğrusu, ona qoşulan şəkilçi arasındakı əlaqəni müəyyənləşdirib tapmalısınız ki, görün bunlar arasında əlaqə varmı, yoxsa yoxmu? Bax, buna diqqət etməlisiniz. Və ya məsəl üçün ıntı, inti, untu, ünti. Tikdən tikinti yarana bilər də, düzdürmü? Tikməklə tikintinin əlaqəsi var. Amma məsələn, qayıdıb desəm ki, dağıntı. Dağla dağıntının əlaqəsi yoxdur axı. Dağıntı necə sözdür? Sadə sözdür. Yəni əsas buna diqqət edin ki, bu şəkilçi olsa belə, bununla bunun arasında bir əlaqə varmı? Ona görə bu şəkilçiləri o mənada yəni bilin. Amma əzbərləməyə ehtiyac varmı? Xeyr. Məsələn, buradan əsas şeyləri deyim. Dan şəkilçisi var. Bir cürə yazılan leksik şəkilçidir. Çaydan, güldan, qənddan. Sonra baz şəkilçisi var. Bir cürə yazılan leksik şəkilçidir. Quşbaz, kəndirbaz. Saz var, saz, saz, rəng saz. Kar var, bəstəkar, sənətkar. Sonra gah var, ordugah, qərargah, bir cürə yazılır. Gəldi fe'l, bir də ıltı var. Təqlidi sözlərdən. Təqlidi söz bilsiz nədir? Bu belə deyim də, əşyaların çıxardığı, təbiətdə olan səslərə deyirik də. Bunu deyək. Məsələn, pıçdan pıçıltı, güpdan güppultu, civdən civilti. Sonra fe'ldən isim düzəldən şəkilçilərimiz var. Məsələn, ıq, üç, uq, üç var. Bacarmaqdan bazarıq, hörməkdən hörük, bilməkdən bilik. Iş, iş, uş, üş var. Baxmaqdan baxış, görməkdən görüş, döyməkdən döyüş. Mamə var. Bir də mamə amonim şəkilçidir. Mamə həm fe'ldən isim düzəldir. Mamə həm fe'ldən sifət düzəldir. Həm də mamə şəkilçisi fe'lin inkarlıq şəkilçisi də neynir? Ola bilir. Onda da vurğu qəbul edin. Bölməkdən bölmə, vurmaqdan vurma, dondurmaqdan dondurma, fe'ldən isim düzəldir. Sonra ak, ək, bir də qıçı şəkilçisi var. Yatmaqdan yataq, sınamaqdan sınaq, döşəməkdən döşək. İm, üm var. Geyməkdən geyim, duymaqdan duyum, seçməkdən seçim, düzməkdən düzüm. Sonra acaq əzək var. Dayanmaqdan dayanacaq, oturmaqdan oturacaq, qanmaqdan qanacaq. Sonra cə var, düşüncə, əyləncə. Intını dedik, qazıntı, tikinti. Sonra qıçı, quçu var. Askı, bitki, sürtkü. Sonra hıcı, hucu var. Duyğu. Belə bir şəkilçimiz var. Qınçın, qunçun var. Daşqın, basqın, qırğın, yanğın. İndi burada nəyə diqqət eləməliyik? Sözün kökü ilə
Söz nədən düzəlir? Bax, buna diqqət eləməlisiniz. Necə diqqət eləməliyik? Məsələn, deyir ki, sənə dənizçilik. Bax, dənizçilik sözünün kökü nədir? Dənizdir. Düzdürmü? Amma bizə sual versə ki, dənizçilik sözü nədən yaranır? Ən axırıncı leksik şəkilsinin üstün bağlayırıq. Buradakı ən axırıncı leksik şəkilsi nədir? Lik. Liki bağlayanda yerdə nə qalır? Dənizçi. Dənizçi nədir? İsimdir. İsimdən nə yarandı? İsim yarandı. Söz nədən yaranıb deyəndə ən axırıncı leksik şəkilsinin üstün bağlayırıq. Yerdə qalan hissəyə sual veririk. Dənizçilik sözündəki ən axırıncı leksik nədir? Lik. Liki bağlayanda yerdə nə qalır? Dənizçi. Dənizçi hansının hissəsidir? İsimdir. Kim dənizçi? Və ya məsələn başqa bir söz deyim. Deyim ki, məsələn yaraşıq. Düzdürmü? Yaraşıq sözünün kökü yaramaq feilidir. Onu da deyim ha. Niyə? Çünki paltarı əyninə geyinəndə o paltar sənə neynir? Yaraşır, yara, yaradan yaraş, yaraşmaqdan yaraşır. Buna diqqət etmək lazımdır. İndi yaraşıq sözünün kökü nədir? Yaramaq feilidir. Yəni feildir. Amma sual versə ki, yaraşıq sözü nədən düzəlir? Yaraşdan yaraşıq. Feildən isim düzəlir. Yaxşımı? Sözün kökü ayrı bir anlayışdır. Söz nədən düzəlib? Ayrı bir anlayışdır. Mürəkkəb isimlər iki və də artıq sözün birləşməsilə yaranır. Mürəkkəb isimlər iki cür yazılır. Ya bitişik yazılır, ya da defislə. Dilimizdə ayrı yazılan mürəkkəb isim yoxdur. Bunu yadımızda saxlayaq. Mürəkkəb isim ayrı yazıla bilməz. Elə bir şey yoxdur. Məsələn, bitişiklər hansılardır? Müxtəlif mənalı sözlərin birləşməsindən yarananlar. Ayaqqabı, bax iki sözün birləşməsi ilə. Arş süzən, günə baxan, it burnu. Birinci və ikinci tərəfə ləqəb titul mənası verməyən Şah Sənəm, Həsən Qulu, Hacı Bala, Hüseyn Ağa. A-hanın təkrarla yarananlar. Qaça qaç, gəl ha gəl, vur ha vur. Məsələn, köçə köç düşdü. Nə düşdü? Qaça qaç başladı. Nə başladı? Köçə köç başladı. Nə başladı? Bir də onda deyim ki, aha bitişdiricisi mürəkkəb isim yaradır. Aha bitişdiricisi mürəkkəb isim yaradır. Aha. Sual da verə bilərsiniz. Amma babəlləri isə isim yarada bilmir. Babər ya sifət yaradır, ya da zərf yaradır. Babə ilə 3 dənə sifət yaranır. Növbənöv, cürbəcür, bir də rəng-bərəng. Məsələn, növbənöv şirniyyatlar, necə şirniyyatlar? Cürbəcür rənglər, necə rənglər? Amma yerdə qalan babələr isə əsasən zərf yaradır. Məsələn, taybatay, adba-ay, adba-ad, layba-lay. Bunlar isə nə yaradır? Zərf yaradır. Belə. Sonra sadə və düzəltmə sözün birləşməsi ilə yarana bilərlər. Bunlara baxaq. Məsələn, soyqırım. Məsələn, soy və qırım sözlərinin birləşməsindən neyniyib yaranır? Sonra davam eləyək. Defislə yazılanlar. Eyni sözün təkrarla yarananlar var. Məsələn, aşıq-aşıq, top-top. Sonra yaxın mənalı sözlər vasitəsilə yarananlar var. Qapı, pəncərə, dost-tanış, söz-söhbət, küc-bucaq. Tərkibində əks mənalı sözlərin işləndiyi cümlələr var. Gecə-gündüz, get-gəl. Bir tərəfə ayrılıqda işlənə bilməyənlər var. Çör-çöp, yır-yığış, dəmir-dümür, sür-sümük. İzafət tərkibləri formasında olanlar var. Tərzi, hərəkət. İzafət tərkibləri bilirsiniz nədir? Yəni, eyni cür olanda parçalanmayan. Tərzi, hərəkət, tərcümeyi hal, nöqteyi nəzər, əhvali ruhiyyə. L-dan sonra i hərfi var. Belə. Buyurun, Müəllim icazə olar. buyurun. Müəllim bizdə yarısında məntiq dərsi başlayır. Hə, narahat olmayın. Onsuz da bitirdim. Bitdi yəni dərsimiz. Demək uşaqlar, isim iki dərsə keçəcəyik. Bu dərs sadəcə olaraq keçdik. İsmin quruluşsa növləri, mənsubiyyət məsələ, üzr istəyirəm. Quruluşsa növləri konkret və mücərrəd. Yəni keçdiyim hissələr çox rahat idi. Testləri qrupa göndərəcəm, dərsi də. Sağ olun, gecəniz xeyrə. Gələn dərs görüşərik. Xeyirə Sağ qarşı. olun. Sağ olun. Sağ olun.
Sağ ol. Tamam.